Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yetməyinizi xahiş edirəm. Allah rəhmət eylesin. Anar Bayramoğlu'nun xatirə günlərində toplaşmışıq. Hər birinizə gəldiyiniz üçün təşəkkür edirəm. Şəhid analarını, şəhid atalarını, qaziləri və hətta qonaqları salamlayıram. İndi isə şəhidimizin tərcümeyi halını sizlərin diqqətinə çatdırmaq üçün sözü verirəm qiraətçi Kəmalə Elmar qızına. Buyurun. Salam, gələn qonaqlar salamlayıram və Allahdan bütün şəhidlərə rəhmət edirəm, bütün qazilərə can sağlığı edirəm. Şəhid Anar Bayramov. Anar Bayramov 1992-ci ildə Sumqayıt şəhərində anadan oldu. Uşaqlıq və gənclik illərini Sumqayıt şəhərində keçirdi. 21 nömrəli məktəbdə təhsil aldı. 2012-ci ildə Azərbaycan Dillər Universitetinin Tərcüməçilik Fakültəsinə qəbul olub və İngilis dili üzrə tərcüməçilik ixtisasını bitirib. Təhsilini başa vurduqdan sonra 2014-cü ildə hərbi xidmətə yollanıb. Anar əvvəlcə hərbi təlim keçib, and içmədən sonra xidmət üçün Göygöl rayonunun Toğana kəndində yerləşən Yol evi adlanan məkana göndərilib. Burada 6 ay xidmət etdikdən sonra məzuniyyətə gəlib. Yanvar ayında yenidən xidmətə qayıdıb və sonra Murov dağı istiqamətində yerləşən hərbi mövqeyə göndərilib. Şəhid Anar Bayramov öz vətəninə, torpağına sadiq bir övlad idi. Onun fədakarlığı, qorxmazlığı və vətən sevgisi hər kəsə nümunədir. O, ömrünün baharında ailəsinin sevincini, bacısının toyunu görə bilmədən şəhadət zirvəsinə ucalıb. Amma onun adı daim qəlblərdə yaşayacaq. Qəhrəman şəhidlər unudulmur. Ruhun şad olsun, Anar. Ailəsinə və yaxınlarına səbr versin. Mən istərdim ki, indi o qəhrəman şəhidimizin anasını mən dəvət edeyim, səhniyə. Buyursun, Anar haqqında təəssüratlarını bölüşsün. Buyurun. Salam, xoş gəlin, hamı Anar istəyənlər. Mən üçün çətindir demək. Anar institutu qutarandan sonra hərbiyə getdi. Əsgərliyə getməyi çox istəyirdi. Mənim üçün çətindir onunla konuşmaq. Anar çox istəyirdi, hərbidən qutarandan sonra, əsgərliyim qutarandan sonra qalıb işləyəcəm də hətta burada. İmkan olmadı, Anarın arzusuna çatsın. Allah səbr versin. Çox sağ olun, tüm gələnlərə minnətdarlığımı bildirirəm. Mənim şəhidlərə Allah rəhmət edir, Allah'a rəhmət edir. Qazilərə can sağlıdır. Təşkilatçılara da dərin minnətdarlığımı bildirirəm ki, şəhidləri unutmuram. Devlətinə, xalqıma, millətlər çox sağ olun. Allah köməyiniz olsun. Danışanımla bağışlayın. Sağ olun. İndi isə Anar haqqında xatirələrini bölüşməyə şəhidin bacısı Aygün Səmədovun gəlir. Salam, hər birinizi salamlayıram. Bu tədbiri təşkil edən hər kəsə çox təşəkkürümü bildirirəm. Burada oturan şəhid analarının, övladlarının Allahdan rəhmət diləyirəm. Açıq halda Anara. Anar çox savadlı bir oğlan idi. Biz onun kimi bir oğlu itirdik. Heç kim istəməzdi bir olsun. Onu toyumuza gözləyirdik, onun için bizə. Gələn ayaqlarınız var olsun. Bugünkü gündə Ramazan ayında bilirəm çoxunuz oruç tutmusunuz.
Ancaq buna baxmayaraq, bugün bizim şəhidimizin tədbirində iştirak etməyə gəlmişsiniz. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən hər bir şəhidin ruh qarşısında baş əyirəm. Və torpaqlarımızın azadlığı uğrunda bizim əskər və zabitlərimiz öz sağlamlığından oldu. Onlara da Allahdan şəfa dilirik. Azərbaycan bizim canımız, Azərbaycan bayrağı isə qanımızdır. Torpaq bizim anamızdır. Bugün bizim oğullar əskəri xidmət vəzifəsini yerinə yetirəndə və şəhidlik zirvəsinə ucaran müharibədə iştirak edən oğlanların şəhid olan hər bir bala bizim üçün əziz və dəyərlidir. Onlar bizim qardaşlarımızdır. Biz sizin dərdinizi yalnız bu tədbirləri keçirməklə bölüşə bilirik. Sizin yanınızda olmaqla siz tək deyilsiniz. Biz sizinləyik deyə bilirik. Ancaq heç bir ana ürəyini sıxmasın, heç bir ata ürəyini sıxmasın ki, onların, oğlanların kimsə orada bilir. Və inşallah da haqq yerini tapacaq. Bəzi məqamlar var, onlar da öz yerini tutacaq. Biz sizin yanınızda olmağı ona görə özümüzə borc bilirik ki, siz daha ürəyi yaralısınız. Və hər bir şəhidimizin tədbirini keçirməyə özümüzə söz vermişik. Necə ki, biz rayonları, kəndləri gəzirik, görünməyən anaları, bilinməyən anaları tanıyırıq. Və o şəhidlərin həyat hekayələrini qələmə alıb yazırıq ki, gələcək nəsilə ötürək. Məqsədimiz birdir. 44 günlük Vətən müharibəsi Azərbaycana bütövlüyü qaytardı, birliyi qaytardı. Biz birliyimiz naminə yollara çıxmışıq. Və mənim əziz anam, əziz atam, mən ataların gözündə yaş görəndə çox kövrəlirəm və istəmirəm ki, atalar ağlasın. Çünki biz həmişə ataları dik duran, güclü saymışıq. Analar ağlayır, ürəyin boşaldır, ancaq siz öz hisslərinizi, öz ağlarınızı ürəyinizə həmişə axıdırsınız, onu bilirik. Ancaq biz sizi yenə də güclü görmək istəyirik. Sizin hər biriniz bir qəhrəman vermişsiniz bu vətən üçün. Ona görə sizinləyik, sizin balalarınız Azərbaycanın balalarıdır və Azərbaycan bayrağı nə qədər ki dalğalanır, sizin balalarınız yaşayacaq və yaşayırlar. Bir daha sizə təşəkkür edirəm gəldiyiniz üçün və mən bilirəm ki, o gənc o qədər savadlı bir uşaq olub ki, inanırsınız ki, minlərlə belə oğullarımızın anaları ürəklərində qalıb arzuları. Kimisi nişanlı gedib, kimisi toysuz gedib, kimisi 2 diplomla alıb, o gün bizim Qazaq şəhidimiz vardı, Məhəmmədin, burada biz tədbirini keçirdik. Məhəmmədin anası deyir, 2 dənə diplomu almışam, baxıram, əsəbləşirəm. Məhəmmədin anası neçə illərdir oğlu yediyi yemək, xörəkləri yemiş. Ancaq bu da düzgün deyil, çünki onun ruhunu incidirsiniz. Onlar valla elə bir yerdədir ki, bu dünyaya gələn hər bir kəs bu dünyadan köçür, kimsə bu dünyada qalmayacaq. Biri var, biz gedək nəsə qoymayaq, ancaq biri var ki, onlar əbədi yaşayacaq və bir cənnət mələkləridir. Bu Quranda da dəfələrlə Quranda 3 dəfə 3 yerdə bilinir ki, şəhidlər ölmür, şəhidlər yaşayır. Xoş o insanın halına ki, bugün şəhidin tədbirində iştirak edir və şəhid haqqında bir yazı yazır, şəhidin gedir evin ziyarət edir. Biz necə ki İmam Hüseyni illərdir biz unutmuruq. Bax, bu şəhidlər də bizim İmam Hüseynimizdir. Çünki onlar həmin Hüseynin əskərləridir. 5 yaşında bir uşaq, mən bunu dəfələrlə demişəm, jurnalımızda da var, analara demişəm, onu oxuyun. 5 yaşında uşaq Saatlı rayonunda, özü də müəllim olub. Görür ki, 5 yaşında Peyğəmbər onun yuxusuna girir, bir dənə üzük bağışlayır, barmağına taxır o iziyi. Sən seçilmişsən, səni gəlib aparacaq. İllər keçir, aprel döyüşlərində olur, o uşaq böyüyür, müəllimlik institutu bitirir, gedir həmin aprel döyüşlərində də iştirak edir, şəhid olmur. Elə hər dəfə o uşaq uzaq görən olur ki, bəs bu üzük mənim barmağıma nə vaxt taxılacaq? 44 günlük Vətən müharibəsi başlayanda özü könüllü gedir vuruşur və 44 gün o müharibədə iştirak edir. 44-cü günü Peyğəmbər onun yuxusuna gəlir, o üzüyü onun barmağına taxır ki, sən sabah şəhid olacaqsan. Yəni bu bir yalan deyil. Bunu danışmaqda da məqsədim odur ki, həqiqətən şəhidlər seçilir, şəhidlər yaşayır. Var olun, Allahdan sizə səbir və güc diləyirəm. Çox sağ olun ki, bizim dəvətimizi qəbul edib gəlmişsiniz. Allah razı olsun. Günlər öncə biz Şəhid Məhəmmədin tədbirini keçirəndə onun anasına söz demişdik. Deməli, şəhidimiz istədiyi qız olub, eyni universitetdə oxuyublar, amma qız
şəhidimizdən erkən rəhmətə gedib, xərcini təsliyyən tutulub. Mən onun qələmə almışam, cənnətə qovuşan sevgililer. Və şəhidimizin anası nişan üzüyü alır, saxlayır onu və Məhəmməd gəlir qızım. Rəhmətə gedəndən sonra deyir ki, ana, nişan üzüyü almışdım, onlar onu mənə verəsən. Anası soruşur ki, nə edirsən üzüyü? Deyir ki, lazımdır mənə. Aparır qızın qəbrinin üzərinə qoyur, həmən nişan üzüyünü. Və cənnətdə qovuşurlar. Buyur. Çox təsirli bir hekayədir. Təəssüf ki, yəni yaşanmış bir hekayədir. İndi isə ürək sözlərini deməyə şəhid analarımızı dəvət edirik səhnəyə. Kim istəyirsə, kimin ürək sözü varsa buyura bilər. Mən də hər birinizi salamlayıram, həminiz xoş gəlmişsiniz. Bu gün Firəngiz ananı tək qoymağınıza görə hər birinizə təşəkkür edirəm. Əliyev Elmanın anasıyam, Şəhid Əliyev Elmanın anasıyam. Firəngiz anaya, yoldaşına Allahdan səbir diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Allah qazilərimizə şəfa versin, can sağlığı versin. Allah o elimizi, obamızı, yurdumuzu, yuvamızı qorusun. Amin. Gələn qonaqları salamlayıram. Gələn ayaqlarınız var olsun. Firəngiz ana, Allah qalanı ruhu şad eləsin. Məkanı cənnət olsun. Ailənə, əzizlərinə Allah səbir verir, dözümü mühlətin versin. Allah heç bir ananı balası ilə sınağı çəkməsin. Allah bütün əskərləri qorusun, hamısı sağ-salamat gəlsin evinə. Heç bir ananın gözü yolda olmasın. Allah ordumuza da güc qüvvət versin. Cəmi şəhid balalarımızın ruhu şad, məkanları cənnət olsun. Söz verdiyiniz üçün çox sağ olun. Mən də bir daha bu təşkilatçılara minnətdarlığımı bildirəm. Ülviyə xanıma, Elmar balamıza Allah razı olsun sizlərdən. Elmar üçün də belə bir tədbir keçirmişdilər, ona görə sizə hər birinizə dərin təşəkkür edirəm. Allah sizin köməyiniz olsun, Allah qorusun sizləri. Bir hekayə yazmışam. İndi onu Kəmalə xanımdan sizin diqqətinizə çatdıracağıq. Günəş yenə doğur. Səhər işıqları pəncərədən içəri süzülür. Amma bu evdə günəş işığına sevinç yox, həsrət qarışır. Şəhid Anar Bayramovun anası üçün hər yeni gün eyni əzabla başlayır. Onun üçün zaman 10 il əvvəl oğlunun getdiyi günə dayanır. Hər səhər gözlərini qapıya dikir. Bəlkə Anar qayıdar, bəlkə hər şey bir kabusdur. Bəlkə bu illər boyu çəkdiyi acı bir gün sona çatar. Anarın şəkilləri evin ən müqəddəs küncündədir. Hər biri bir xatirəni canlandırır. Anası hər gün həmin rəsmlərlə danışır. Axı onu anar qədər heç kim anlaya bilməzdi. Anasının ümid dolu baxışları hər dəfə şəkillərdəki təbəssümlə toqquşanda göz yaşlarına boğulur. Oğlu ilə bağlı hər bir detal, qoxusu, hələ də qalan köynəyi, kitab rəfində toz basmış qeydləri, məktəb illərində aldığı mükafatlar, hamısı onun varlığını xatırladır. Amma toxunduqca yoxluğunu daha da hiss etdirir. Oğlu getməmişdən əvvəl ona bir söz vermişdi. Ana, mən hər zaman yanında olacağam. Amma indi onun yoxluğu ananın həyatında dərin bir boşluğa çevrilir. Oğlunun quruduğu xəyallar, tutduğu arzular, anasına verdiği sözlər yarımçıq qalır. O ailəsini quracaqdı, sevdiği peşədə çalışacaqdı. Anasının qocalığını əlləri ilə saxlayacaqdı. Lakin bunların heç biri baş vermədi. Bu ağlının elmi dillə izah etmək çətindir. İnsan beynində həsrət və kədər hisslərini idarə edən limbik sistem bu cür dərin travmalarda daha da aktivləşir. Xüsusilə ananın beynindəki hipokamus və amigdala bu itkini hər yenidən yaşadır. Sanki travma heç vaxt bitməyəcəkmiş kimi. Məhz buna görə də oğlu hələ də qapıdan içəri girəcəkmiş kimi gözləyir. Bu bir ana üçün instinktiv reaksiyadır.
Çünki ana və övlad arasındakı bağ ən güclü, ən psixoloji cəhətdən ən güclü, ən dəyərli bağlardan biridir. Zaman hər şeyi sağaldar deyirlər. Amma şəhid anasının yarası sağalmır. Çünki onun yarası zamanla deyil, övladı ilə tamamlanacaq bir boşluqdur. Anar bir qəhrəman kimi vətən uğrunda canını verdi. Lakin bu qəhrəmanlıq anası üçün əbədi bir həsrətə çevrildi. Hər axşam bir ümidlə başını yastığa qoyur. Bəlkə yuxuda anar gəlib onu bağrına basar. Bəlkə ona gülümsəyib, ana mən buradayam deyər. Və ana o yuxularla yaşayır, o xatirələrlə nəfəs alır. Allah rəhmət eləsin, Allah səbr versin. İnanıram ki, xoşunuza gəldi. Çalışdım ki, anıya təsəlli olaraq bir-iki misra yazım. Yəqin ki, uğurlu alındı. İndi alqışlasanız biləcəm ki, uğurluyum. Sağ ol müəllim, Allah köməyiniz olsun. Bu gözəl tədbiri təşkil ediyinizə görə hər birinizə dərin təşəkkürümü bildirirəm. Burada şəhid analarım və şəhid ataları görürəm. Hər birinin qarşısında baş əyib əllərimdən öpürəm. Allah səbrinizi versin. Keçən məclisdə burada bir Quran məntiqi ilə yazılmış bir şeir, qəsidə oxudum. Bura gələndə Ülviyə Bacıda ilə Elmar qardaş dedi ki, yəni burada iştirakçılarında analar burada da gördülər, xoşlarına gəldi və təkrar onu dinləmək istəyərlər. Düzdür, onu deyəcəm, amma çox xahiş edirəm ki, diqqətlə qulaq asasınız ki, şəhidin məqamı Allah qatından nə qədər üstündür. Ülviyə xanımın bir sözünə qüvvət bir cümlə işlədi. Dedi ki, onlar İmam Hüseyin ağanın qonaqlarıdır. İmam Hüseyin Aleyhisselam'dan bir mübarək hədis var, onu deyim. Deyir ki, şəhid bir güldür, onu dərib öz bağımda əkərəm. Şəhidin məqamı o qədər alidir, o qədər dəyərlidir. Cənnətin gülləri ətrin sənin ətrindən alır. Cənnətin gülləri ətrin sənin ətrindən alır. Hurilər nurivi gördükdə təəccübdə qalır. Bu nə sima, bu nə ismət, bu nə iffət, bu nə qeyrətdir belə. Bu üzün sahibi kimdir ki, belə qan eləyib, bu cəmal ilə bütün aləmi heyran eləyib. Bu üzün sahibi kimdir ki, belə qan eləyib, bu cəmal ilə bütün aləmi heyran eləyib. Yeri var, səzdə qılıb, şükr edəsən Xaliq üçün. Ay anar, ay qardaş. Yeri var, səzdə qılıb, şükr edəsən Xaliq üçün. Çünki Xaliqdir verib, âli məqam aşıq üçün. Adığı zikr elədikcə gözümün yaşı axır. Ay qardaş, anamın dilindən deyirəm. Adığı zikr elədikcə gözümün yaşı axır. Səni görmək ümidi ilə ürəyim heydar axır. Vətən eşqiydi səni səngərə hər an aparan. Vətən eşqiydi o meydanda təlatun qoparan. Verdilər canlı torpaqları azad görəsən, bir ömür yağmalanan yurduğa abad görəsən. Kərbəla məktəbinin məzunu oldun, şəhidim, sən şəhidlik adının eşq ilə aldın, şəhidim. Səni sirab eləyib, Həzrəti Zəhra balası, alıb öz ağuşuna başımı Taha balası. Bəzən gedirik şəhid evlərinə Ülviyə xanımla, Elmar qardaşımla. Şəhid anaları deyir ki, valla bala heç bilmədim, mənim balam orada şəhid düşərkən ac idi, tox idi. Hardan yaralandı, nə cür dəyər yerə deyir, valla heç bilmədim. Yerə nə cür düşdü o daşların üstünə deyir, bilmədim. Təsəlli verim də, mən sənə bir təsəlli verim, aynen. Səni sirab eləyib Həzrəti Zəhra balası, alıb öz ağuşuna başımı Taha balası. Sən şəhid olduğuna
Vətənimsən, vətənim. Nə mənimsən, nə səninsən, nə onun. Biz səni yad edirik, bax. Bu aşiqlərin hamısı yığılıb cəm olub, qardaşlarımızın xatirəsinə yad edirik. Biz sizi yad edirik, siz də bizi yad edəsiz. Ruzu məhşər günü bu sınıq qəlbimizi şad edəsiz. Qur'an-ı Kərimdə 54, 39, 36 belə ayələrdə alimlərimiz mütaliə edib, şəhidin məqamından Allah danışır ki, o dərəcədə yüksəkdir. Onlardan biri də budur ki, şəhidlər şahidlərdir. Öz qanları ilə dəstəmaz alıb, uca və qüdrətli Allahın müjdəsinə tələsədir. Növbəti ayədə deyir ki, hacıdan bölüm istəyirəm, burada hacımız zəyləşir. Növbəti ayədə də buyurur ki, onlara ölü deməyin, onlar sağdırlar. Və Allah qatında ruzlanırlar. Görün şəhidə nə qədər Allah dəyər verir. Nə xoş sənin halıva, ay ana, şəhid anasısan. Nə xoş sənin halıva, şəhid atasısan. Nə xoş onların halına, şəhid övladlarıdır bunlar. Düzdürmü? Tüş şəhid ali məqamda, onlar ölmür. Bəzən səhətən deyirik ki, gəlib şəhid anasına deyirik ki, çox üzr istəyirəm, sağlayacaq qardaş, çox üzr istəyirəm. Gəlib deyiriklər ki, şəhidin anasına, ya atasına, ya ailəsinə Allah övladıva rəhmət eləsin. Şəhidə rəhmət deməzlər ki, rəhmət mənə düşür. Şəhid təfədən dırnağa rəhmətdir. Ölübsə rəhmət deyərsən, o ölməyib, ola yaşayır. Yaşayır. Odur ki, namazlarımızın sonunda salihlərə, müxlislərə, Allahın sevimli, seçilmiş bəndələrinə salam ərz edirik. Əmin olun ki, o şəhid sizin salamınızı alır. Salam şəhid, salam vətən, bayrağımdır mənə kəfən. Anam vətən, keşiyində durmuşam mən. Dəyərli qardaşım Samirlanla oxumuşam, amma bugün üzürlü səbəbdən iştirak eləmir burada. Səs ver qardaş. Salam şəhid, salam vətən. Salamla şəhid. Bayrağımdır mənə kəfən. Anam vətən, keşiyində durmuşam mən. Salam şəhid, salam vətən. Bayrağımdır mənə kəfən. Anam vətən, keşiyində durmuşam mən. Batın ürəyini dağlama.
yarıldı. Salam şehit, salam vətən, bayrağındır mənə şəfər. Anam vətən, anam vətən, keşiyimdə durmuşam mən. Salam şehit, salam vətən, bayrağındır mənə şəfər. Anam vətən, anam vətən, keşiyimdə durmuşam mən. Allah şehit kardeşlerimizin ruhunu şad etsin. Allah şehit analarına, şehit atalarına, Hanım Zəhra salamullahi aleyhanın, Həzrət Əli aleyhisselamın səbri versin. Şehit kardeşlerimizin paç ruhlarını nurani salavatına yad edeyim. Allahümme salli ala Muhammed ve ali Güzel cümleler danışıldı. Elbette ki qeyd edildiği kimi bunlar siz əzizlərimiz üçün bir təsəlli olar. Allah, əvvəl o sizin evladınız idi. İndi elin evladıdır, hamımızın evladıdır. Şəhid dediyim kimi bir güldür, İmam Hüseyin ağa dərər, onu öz bağında əkər, onu becərər. Düzdür, biz də 4 ildən yuxarıda şəhid qapılarında bölgə-bölgə buna Naxçıvan daxil olmaqla xidmət edirik, bacardığımız qədər. Amma həqiqətən də bu illər ərzində çox şeylərlə rastlaşdım. Çox şeylərə şahid oldum, çox möcüzələrlə. Yəni mən şəhadəti bu qədər dərk eləmirdim ki, şəhidlər 44 günlük vətən müharibəsindəki şəhidlərin şücaətini gördüm və biraz da dərinliyinə getdim. Şəhadətin nə olduğunu, nə cür bir neymət olduğunu gördüm. O neymətdir. O hər adama da ət olmur. Bax, bu günləri burada qonaqlar var, düzdür. Sizi kim təklif elədi, çağırdı bura? Ülviyə xanım və yaxud da Elmər var, və yaxud da şəhid ailəsi dəvət elədi, və yaxud da eşitdiniz falan yerdə şəhid məclisi var, gəldiniz ora. Siz elə bilməyin, ha siz elə Ülviyə xanım və yaxud da Elmar bəy dəvət edib, və yaxud da siz elandan görüb gəlmişsiniz. Sizi şəhid özü öz məclisinə dəvət edib. Şəhid dəvət edib. Əlbəttə ki, şəhid sevdiyi qonağın dəvət edir onun məclisinə. Şəhid çağırmasa, dəvət eləməsə, deməli sənin qiymətin var, əcrin var. İndi sən bu yerdə dua elə, vallahi deyirəm bu yerin duası qəbul olar. Tembolda ki, bu mübarək Ramazan ayında nəfəslər belə zikirdir. Sən burada dua eləcəkən, bu məsumlardan bir hədis yadıma düşdü, biri gəlir İmam Peyğəmbərin yanına deyir, ağır bir müşkülüm var. Mənim üçün bir dua eləyirəm. Deyir ki, dinəm şəhid anasına, bir qəlbi qırıq, qəlbi kövrək insanın yanına dinə sənə dua eləsin. Çıxanda siz də müşkülünüz varsa şəhid anasından bir dua istəyirsiniz. Görün o sizin hacəti üzrəvi olacaq, yoxsa yox. Mən yoxlamışam, mənim anam xəstə idi, şəhid anası ixlasla dua elədi, şəfasını tapdı. İndi xanımla inşallah bir Ağdaş şəhidinin cibindən məktub çıxıb. O məktubda şəhadəti barəsində atasına qabaqcıdan yazır. Dəyərli şairələrimizdən biri onu qələm alıb yazıb. İfama başlamadan öncə Kəmalə xanımla onu səsləndirəcəyik, qirayət edəcəyik. İnşallah qardaşımda bir gözəl fon qoyar ki, şəhidimiz məktub yazır ki, ata da evə gələcəm, neyniyəcəm. Amma bir şeirin ortasında bir balaca şəhidlərdən mənə başıma gələn hadisələrin, möcüzələri sizə danışacağım. Nüanslar var ki, nələr olub. Onlardan biri də əfsanəvi döyüşçü Göranbay rayonunun Qaraçınar şəhidi, 44 günlük vətən müharibəsinin şəhidi, şəhid Tacir Cəfərovun da anası buradadır, bir bacısı buradadır. YouTube-da da o barədə danışmışdım mən. Baxarsınız, məşhurdur o video. Şəhid məktub yazır atasına, yazır ki, ata, evə gəlirəm. Bütün kəndə sal haray, həyətin qapısını açıq saxla, taybatay. Biraz da qaldır göyə, divardakı bayrağı, rəqsi vəcdə gətirsin, hər təpəni, hər dağı. Sən də biraz möhkəm ol, sən də biraz möhkəm ol, qurban olum, qəm yemə. Amandır bu xəbəri anama birdən demə. Dey yıxılıb azacıq, el ayağını cızıb,
görə komandir uşağı eləməz. Ya da de ki, yıxılıb, sürüşüb, qolu çıxıb, ya da de ki, darıxıb, xanım, bizim üçün darıxıb. Ata indi fikir eləyir, vay o gündən ki, o şəhidin atası olmayan, gəlib bilavasitə anasına deyirlər ki, xanım, sənin oğlun şəhid olub. İndi ata fikirləşir, oğul sən mən boynuma ana boyda haqq qoydum, mən bunu sənin anava necə deyim? Mən bilmirəm bu anarın şəhadət xəbərin atasına nə cür dedilər, atası gəldi anasına nə cür dedi. İnşallah dinləyək. O dözməz bu xəbərə, kimsə qəfildən desə. Ona görə sən özün deyəcəksən. Bu şeirin ən təsirli hissəsi buradır. Salam ata, bu da mən görüşmürdük haçandı. Quzu balam dediğin indi bir qəhrəmandır. Şəhid atası deyir, Seyfəlli kəndindən. Deyir, mənim oğlum şəhid düşdü, 74 gün oğlumun şəhid nəşi düşmən neytralında qaldı. Mən şəhid düşdüyü gündən bildim, amma xanıma nə cür deyəcəyini bilmədim. Xanım da soruşur ki, bəy, oğlumuz hardadır? Deyə bilmir şəhid olduğunu, amma deyir, harada çağırışçı hərbi hissələr vardı, qapı düşürəm xanımımla, gəzirəm ki, mən deyə bilmirəm də, oğlumu güvə axtarıram. Bundan da böyük ağır bir dərd yoxdur. Nə desin ata? Salam ata, bu da mən görüşmürdük haçandı. Quzu balam dediğin indi bir qəhrəmandır. Cəmahat mərdliyindən hələ çox danışacaq. Eşitdikcə kədəri sevincə qarışacaq. İndi isə son dəfə qucaqlaşaq gedirəm. Qulağıma pıçılda, səninlə fəxr edirəm. Haqqını halal eylə, atacan. Haqqını halal eylə, hər şey üçün çox sağ ol, səhhətinə fikir ver. Anamdan müğayyidim, yenə də anasını tapşırdı. Əlvida bütün evin, yükünü çəkən adam, bir oğul tabutuna gücü çatmayan atam. Əlvida bütün evin, yükünü çəkən adam, bir oğul tabutuna gücü yetməyən atam. Bir oğul tabutuna gücü yetməyən adam. Allah şəhid qardaşlarımızın ruhunu şad eləsin, təşəkkürümüzü bildirir. İnşallah uca olsun, vətənimin bayrağı uca olsun. İki ifa edəcəm, bir də şəhid Üzeyrin haqqında anası xahiş eləmişdi, yazmışdım. Elə şəhid Üzeyrin qoydulan cəmi şəhidlərimizə həsr eləmişəm. Onu ifa edeyim inşallah. Aslansan merdi herelsen, ne di namus ne di geyler, bize gösterdi şehitler. Verip öz kanını kurban, vatan uğrunda ikiler. Seni dün ehl-i beyt meşterin vurguna aşık, seni dün Ali Eba serverinin ehli mesadik, kademün cennete koydun, dünyanı terk eledin sen.
tuturdum kasıma, çünkü səxavətli olsan. Həm ədalətli oğul, həm də cəsarətli olsan. Bu şəhadət, bu səxavət, Allah istəyər əməldir. Ama sen tek bu ömürler, Halige dönse güzeldir. Allah qəhrəman qardaşlarımızın ruhunu şad eləsin. Uca olsun, vətənimin bayrağı uca olsun. Şəhid düşən canlara salam olsun. Şəhid düşən canlara salam olsun, İgidlərə, mərdlərə salam olsun. Vətən deyil də kimi gələnlərə, Qaziyə, şəhidlərə salam olsun. Anam, atam, üzülməsən halimə, şəhid olun, təki vətən sağ olsun, sağ olsun. Anam, atam, üzülməsən halimə, şəhid olun, təki vətən sağ olsun, sağ olsun. Uca olsun, vətənimin bayrağı uca olsun. Qarabağa şəhiddən salam olsun. Şəhid olun, təki vətən sağ olsun, sağ olsun. Uca olsun, vətənimin bayrağı uca olsun. Qarabağa şəhiddən salam olsun. Şəhid olun, təki vətən sağ olsun, sağ olsun. Azərbaycan var olsun, Tanrı bizə yar olsun. Ruhlarınız şad olsun, Azərbaycan var olsun. Canlarımız fədadır, vətən bizə anadır. Məqamları ucadır, şəhidə salam olsun. Ana vətən səslənəm, candan qana keçərəm. Torpağım azad olsun, düşmənimiz xar olsun. Azərbaycan var olsun. Ey vətən qurbanları, bizdən salam olsun sizə. Cəbhənin aslanları, bizdən salam olsun sizə. Cəbhənin aslanları, bizdən salam olsun sizə. Ana vətən deyib döyüşdün oğlum, düşməninin boynunu büktün oğlum. Qisasını mərd kimi aldın oğlum, səni vətən qoynuna aldı oğlum. Şəhadətin anam mübarək olsun. Şəhid olun, təki vətən sağ olsun, sağ olsun. Şəhadətim anam mübarək olsun. Şəhid olun, təki vətən sağ olsun, sağ olsun. Uca olsun, vətənimin bayrağı uca olsun. Qarabağa şəhiddən salam olsun. Şəhid olun, təki vətən sağ olsun, sağ olsun. Uca olsun, vətənimin bayrağı uca olsun. Qarabağa şəhiddən salam olsun. Şəhid olun, təki vətən sağ olsun, sağ olsun. Azərbaycan var olsun, Tanrı bizə yar olsun. Ruhlarınız şad olsun, Azərbaycan var olsun. Allah
şəhid qardaşlarımızın ruhunu şad eləsin.